Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala alihi tayyibin tahirinel ma'sumin. Siyame begiyetallah fi aradin. Euzubillahimineşşeytanirracim. Usikum ve nefsi bi takvallah. Əziz və hörmətli müminlər, hamınızı xoş gördük. İlk öncə sizi və özümü ilahi təqvaya dəvət edirəm. Və həmçinin bu gözəl ayda Şaban ayına daxil olmuşuq. Ay münasibəti ilə təbrik edirəm və eləcə də Şaban ayının əvvəllərinə təsadüf edən İmam Hüseyn əleyhissalamın, İmam Səccad əleyhissalamın, eləcə də Həzrəti Əbəlfəz əleyhissalamın mübarək təvəllüd günləri münasibəti ilə təbrik edirəm. Allah sizi, bizi Peyğəmbər və onun əhl-i beytindən uzaq salmasın, axirətdə şəfaətinə nəsib eləsin inşallah. İcazənizlə birinci xütbəmiz afiyət haqqında olacaq. Biz bilirik ki, dua eləyəndə dualarımızdan biri budur. İlahi bizə bu dünyada da, axirətdə də afiyət nəsib elə. Hətta bəzən qunut duasında oxuyuruq: Ya veliyyəl afiyə, nəsəlukəl afiyə, afiyətə dinu və dünya vəl-əxirə. Allahım bizə səndən istədiyimiz budur, afiyət nəsib eləsən, həm bu dünyada, həm dinimizdə və həm də axirətimizdə. Bir gün bir nəfər Peyğəmbərimizin yanına gəlir, deyir ki, Ya Rəsulallah, ey Allahın Rəsulu, mənə bir dənə dua öyrət. Ey dua əfzəl. Hansı dua daha fəzilətlidir ki, mən o duanı hər gün edim? Həzrəti Peyğəmbərimiz cavabında buyurur: Suilallahul əf vəl afiyə fid dünya vəl axirə. Peyğəmbərimiz ona buyurur ki, Allahdan hər zaman istə dünya və axirət afiyyətini. Sümmə ətahul qadan fəqalə. Deyir ki, həmən insan sabahsı günü bir də gəlir Peyğəmbərə, sual verir: ey Allahın Rəsulu, mən hansı duanı eləyim ki, çox fəzilətli olsun, mənim üçün çox faydalı olsun? Həzrət Peyğəmbərimiz bir daha cavab verir: Suilallahil əf vəl afiyə fid dünya vəl axirə. Allahdan istəyinən dünya və axirətdə sənə afiyət nəsib eləsin. Fəizə utitəl afiyə fid dünya vəl axirə fəqət uflihət. Əgər sənə həm dünyanda, həm axirətdə Allah afiyət nəsib eləsə, o zaman sən xoşbəxt olacaqsan, qurtulacaqsan. Afiyət nədir? Afiyət sağlamlıq deməkdir. Afiyət düzgünlük deməkdir. Sihhət deməkdir. Yəni, təmiz bir şeyin doğru və təmiz olduğu kimi olmasına afiyət deyilir. Afiyət dünyada lazımdır. Nəyə lazımdır? Afiyət dünyada insanın düzgün həyat tərzində lazımdır. Eyni zamanda afiyət dünyada insanın sağlam yaşayışında lazımdır. Bugünkü mövzumuz afiyətin insanın həyatındakı sağlam yaşayış haqqında olacaq. Biz bilirik ki, qış aylarındayıq. Qış aylarında insan xəstələnər. Böyük Yapon alimlərindən biri Kazuzo Nishi adında bir şəxsdir. Bu, təbabət elmində çox araşdırmalar aparıb. Bunun 2 dənə tanınmış kitabı var. Kitabın birinin adı Sağlamlığın Sistemi, ikinci kitabın adı Möcüzəsiz Möcüzə. Hətta kitabının içərisində İmam Sadiq əleyhissalamdan da sözlər yazıb. Çox maraqlı bir şəxsdir bu insan. Bu insan Sağlamlığın Sirləri adı altında kitabının içərisində bir qənaətə gəlib ki, əgər bir insan 7 şeyə əməl edərsə, o insan cismi baxımdan bu dünyada sağlam olar. Çünki insan cisim baxımdan sağlam olarsa, onun ruhu da sağlam olacaqdır. Maraqlısı nədən ibarətdir? Mən bunun üzərində araşdırma apardım ki, necə ola bilər bütün həkimlərin, tibb elminin dediyi son qənaət bundan ibarətdir ki, doğrudan da insan həyatda bu bir neçə dənə şeyə əməl edərsə sağlam olar. Necə ola bilər ki, bu Quranda olmamış olsun?
Və axırda araşdırmalardan sonra, bir müddət araşdırmalardan sonra tapdım ki, doğrudan da Quran-ı Kərimdə bunların hamısı öncədən deyilibmiş. Yəni, Kasus Nishi'dən öncə Quran-ı Kərim sağlamlığın reseptini, sağlamlığın yollarını bizim üçün çatdırıbmış. Mən istəyirdim onları, o ayələri sizin nəzərinizə çatdırım. Biz bilirik ki, insan bədəni, insanın cismi afiyyətə çatmaq üçün, sağlamlığa çatmaq üçün düzgün yaşamalıdır. Və bu insanın düzgün yaşamasında yer üzündə olan Allahın verdiyi nemətlərin içində elm sübut edir ki, 13 vitamin var. Vitamin A var, V var, B var, C var, C vitamini var, ondan əlavə B'lər var, B1, B2, B3, B5, B6 bunlar var. Əgər bu 13 dənə vitamin insanın bədənində az olarsa, o zaman insan sağlam yaşaya bilməz. Bunlardan əlavə minerallar var insanın bədənində. İnsanın bədəni eyni zamanda 16 mineraldan təşkil tapıb. Bunların 7 dənəsi makro, 9 dənəsi mikro minerallardır. Yəqin az-çox eşitmiş olarsınız. Kalsiyum, fosfor, mis, xlor, kükürt bunlar insanın bədənində olmalıdır. Magnezyum. Əgər bir insanın bədənində bunlar olmasa, insan sağlam yaşaya bilməz. İnsanın bədənində olan minerallardan biri artıq və ya əksik olarsa, bədənin başqa hissəsinə zərər yetirər. Və bu minerallar, bu vitaminlər yerində olanda insanın həm immunitet sistemi, həm metabolizma, maddələr mübadiləsi və bütün hormonal vəziyyəti və bütün bədəninin hərəkəti düzgün olmuş olar. İndi qayıdırıq Quran-ı Kərimə. Quran-ı Kərim bizə həmən o Nişinin dediyi sağlamlıq üçün olan məsələləri bizim üçün açıqlayıbmış, sən demə. Deyibmiş. Biz sadəcə olaraq diqqət eləməmişik. Nədir onlar? Allah Teala Quranda buyurur, sizsə də bu dünyada sağlam yaşayasınız, bunlara əməl edin. Bilirsiniz ki, elm sübut elədi ki, qocalmağın özü bir xəstəlikdir. İnsan yaşlana bilər, amma qocalmaya da bilər. Baxın İmam Zaman Əleyhisselamın ömrünə. İmam Zaman Əleyhisselamın ömrü uzundur. Bir insan üçün çətin bir şey deyil, mahal bir şey deyil ki, bir insan uzun yaşasın. Mümkündür bu. Bu günlərin Qafqaz üçün verilən ömür müddəti qadınlarda ortalama ömür 72-73 yaş, kişilərdə 67-68 yaş deyilir, belə deyilmi? Bir halda ki, Yaponlarda ömür müddəti qadınlar üçün 97-100 yaşa qədərdir. Ortalama ömrü müddəti Yaponlarda və yaxud kişilərdə də ona biraz yaxındır. Nədən belədir? Nədən onlarda anlar, onların təbiəti mi güclüdür? Yoxsa nədir? Məsələ bundan ibarətdir ki, onlar bizdən çox Quran-ı Kərimin bu ayələrinə əməl edirlər. Ediblər. Sonradan kəşf eləsələr də, İslam dini, yəni Quran-ı Kərim öncədən bunları bizə xəbər vermişdi. Nədir bunlara indi keçid eləmək istəyirəm? O Nişinin də dediyi sağlamlığın sirləri ki 7 dənədir. Birinci budur ki, bütün tibb alimlər deyir, istəyir insan sağlam yaşasın və yaşayışında tez-tez xəstələnməsin. Birinci növbədə deyir, gələk sağlam yesin, yediyinə diqqət eləsin. Bu bütün bir mənalı olaraq bütün sahələrdə var. İmam Sadiq Əleyhisselamdan da hədis var ki, xəstələnməyin mənbəyi insanın mədəsidir. Quranda oxuyuruq, buyurur ki, وَيُهِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيَحْرُمُ عَلَيْهُمُ الْخَبَائِسِ Allah Teala Əraf surəsində buyurur ki, sizə təyyib şeylərin yeyilməsi halal edildi və xəbais, çirkinliklər sizə qadağan edildi, haram edildi. Təyyib şeylər nədir? Təyyibat sözü bir dəfə bu haqda geniş danışmaq olar. Təyyibat, Allah Teala deyir təyyiblərdən yiyin. Mən özüm bu haqda araşdırma aparmışam. Təyyibdən məqsəd 5 dənə şeydir. İndi bu mövzuya daxil olmaq istəmirəm. Çünki mövzudan çıxmaq istəmirik. Təyyib o şeydir ki, insan qısa olaraq o şeydir ki, insana zərəri yoxdur. Təyyib o şeydir ki, insana onun doğrudan da faydası var, bədəninə də faydası var, həm də nəcis deyil, napaş deyil. Deyir, bunlardan yiyin.
Elm də bunu deyir, tibb elm də deyir ki, insan yeyəndə zərərli şeylər yeməsin. Məsələn, İslam dini qanı yeməyi haram edib. İslam dini məsələn heyvanın dalaq hissəsini yeməyi haram edibdir. Bəzi orqanlarını yeməyi haram edib. Niyə? Çünki tibb də bunu sübut edib ki, doğrudan da onların insanlara zərəri vardır. Baya başqa bir yerdə buyurur, Kulu mimmə fil ərz halalen tayyibən. Deyir, yer üzündə olanların halal və həm deyir halal, həm təyyiblərindən yiyin. Bəzən bunu belə açıqlayırlar ki, halalla təyyib, yəni təmiz və halal deməkdir. Yox, təyyib təkcə təmiz demək deyil. Təyyib eyni zamanda təmizlik baxımından da təmiz deməkdir, doğru. Amma eyni zamanda zərər baxımından da zərər olmayan, yəni zərər olmayan təmiz şeyləri yiyin. Bunu da bizə Allah Teala Quran-ı Kərimdə buyurubdur. Bu məsələnin birinci tərəfi ki, doğrudan da Nişilində sağlamlığın sirri və sistemi sözündə bu vardır ki, doğrudan da insan sağlam yeyərsə xəstələnməz və o insan həyatda afiyyətlə yaşayar. İkinci nədir bə? İkinci bundan ibarətdir ki, bütün tibb bizə deyir ki, yediklərinizdən çox yeməyin. Adicə meyvə ki yeyirik, meyvədə həm saxaroza, həm fruktoza, həm glikoza bunlar ola bilər də. Amma adicə fruktoza ki faydalı bir elementdir. Bunu da insan çox yeyəndə insana zərər verə bilər, qaraciyər yüklənə bilər. Bunun da insana zərəri var. Bunun haqqında da Quran-ı Kərim bizə xəbərdar etmişdir. Buyurur ki, və kullu vəşrəbu və la tusrifu. Yeyin, için, israf etməyin. Bunu da bəzən belə başa düşürük ki, israf etməməkdən məqsəd, məsələn, almanı yeyib bir dişləyə alıb atmaq deməkdir israf. Yox, israf təkcə bu demək deyil. İsraf bir şeyi kənara atmaq deyil, elə məddiyə atmaq da israf olur. Həddindən artıq bir şeyi, həddindən artıq istifadə eləmək ona deyilər israf. İndi istəyir bunu kənara at, istəyir mədənə at, qarnına at. Bu, yığılıb orada toksinə, ondan sonra zəhərli toksinlərdən piyə çevriləcəksə də bu da yenə israfdır. Bunu da yenə istifadə eləmək olmaz. Ona görə də bir çox xəstəliklərin deyirlər, səbəblərindən biri də insanın çox yeməsidir. Bunu bütün tibb elmi deyir. Quran-ı Kərimdə deyir ki, yiyin, amma həddinizi yeməkdə də aşmayın. Yəni, israf edəcək qədər yeməyin. Bu oldu ikinci sir. Üçüncü nədir bəs? Üçüncü bütün tibb elmi bizə deyir ki, insanın xəstələnməklərinin səbəbləri biri budur ki, insan natəmiz şey yeyir. Məsələn, gigiyenik baxımından yediyi şey təmiz olmur, onda müəyyən mikrob olur, bakteriyalar olur, başqa bir zərərli bir şeylər olur. Və bu zərərli bir şeylər insanın mədəsinə düşdüyü zaman qanla ki sovrulur bir yerdə, bu insanın bədəninin, orqanizminin düzgün işləməsinə mane olur. Bir növ zəhərləyir də daxili orqanlarımızı. Bunun üçün də bizim dinimiz bizə buyurur ki, təmizlik özü imandandır. Ən-nəzafətü minəl iman. Təmizlik imandandır. Burada paçlıqdan söhbət getmir. Təharət deyilmir. Nəzafət deyilir. Təharətlə nəzafətin fərqi var. Təharət bir şeyin paç olmasıdır. Məsələn, mənim paltarım nəcisdir, mən bunu yeməliyəm. Bir də var nəzafət. Nəzafət isə çirklidir. Nəcis deyil. Amma onu yenə mən paçlamalıyam. Deyir, insan bir şeyi istifadə edəndə, necə ki, tibb deyir ki, çalışın əllərinizi yuyun, yeməyə yaxınlaşanda yeməyi yaxşı yuyun. Bizim dinimizlə buyurmuşdur. Və siyabəkə fətəhhir. Müddəssir surəsində Allah Teala buyurur ki, təmiz saxlayın paltarlarınızı, bədəninizi, özünüzü. Çünki sağlamlığın üçüncü sirri də məhz təmiz saxlamaq, təmiz olmaqdır. Dördüncü nədir bəs? Dördüncü, bütün tibb elmi bizə deyir ki, insanların xəstələnməsinin bir səbəbi də stresdir. Çünki insanın zehni qorxu, stres, narahatçılıq içərisində yaşayarsa, onun bədənindəki maddələr mübadiləsi, o metabolizma deyilən və ya immunitet sistemi və ya hormon sistemi, bunların heç biri düzgün işləmir. Düzgün işləməyəm də biri gedişib, biri hərəkətə keçəndə istər-istəməz bu insanın bədəninə zərər verir. Quran-ı Kərim də bizə hər zaman çatdırır ki, çalışın həyatda stresli yaşamayın.
Narahat yaşamıyor. İnsan neye narahat olur? Dünyavi problemlere. İnsan neye narahat olur? Bir şeyi elden verende. Mesela dünya malı elden verende, işi düzgün getməyəndə ya başka bir şey olanda. Bunun için de Allah Teala buyurur ki, heç vaxt bu dünyada Allah'a tapşırın, narahat olmayın. Bunun için bize iki ayəni mən sizin nəzərinizə çatdıracağım. Buyurur, Allah Teala buyurur, Əla bi zikrillah tətməinnul qulub. İstəyirsiniz sizin qəlbiniz xatircəmlik tapsın, rahatçılıq tapsın. Çünki qəlbin rahatçılıq tapmağı beyinə aiddir, zehnə aiddir. Onun için deyir, birinci çıxış yolu budur ki, Allah'ı zikr eləyin, Allah'ı yada salın. Çünki insan Allah'ı yada salmaq, eləcə Allah deməklə bunu elm sübut eləyib ki, doğrudan da insanın bədəninin bir çox sistemləri hərəkətə gəlir. Və yaxud buyurur ki, İnnəllaha yuhibbu mutatahhirin. Üzr istəyirəm, təvvabin. Yəni tövbə eləyin. Əgər bir şey elədiyiniz zaman tövbə eləyin, o sizə rahatçılıq gətirəcək. Və ya başqa bir yerdə buyurur ki, və mən yetəvəkkəl alallah fəhuvə həsbu. Əgər bir insan Allaha təvəkkül eləyərsə, bütün işlərində Allaha arxalanarsa, Allaha tapşırarsa, Allah onun için yetərli olar. Yəni adam stresli həyat sürməz. Adam bu dünyada yüklənməz, zihni yüklənməz, beyni yüklənməz və nəticə etibarından sağlam olar. Bütün Tim Bellim'də, hətta Katsuni-Nishin'in də sağlamlığın sirri sözlərində bir də budur ki, insan həyatda yaşayanda aram yaşamalıdır, stresten uzaq olmalıdır. Aramlığın yolu da Quran-ı Kerim bizə buyurur ki, məhz birinci növbədə Allah'ı yad eləməklə, Allah'ı zikr eləməklə, ikinci növbədə isə aramlığın çıxış yolu nədən ibarətdir? Budur ki, insan bütün işlərdə Allah'a arxalansın. Əgər insan Allah'a arxalanarsa, o zaman narahat olmaz. Və ya başqa bir ayədə buyurur, və mən yettəqillah yecəlləhu məxrəcə. Əgər insan işlərini Allah'a tapşırsa, Allah'tan təqva eləsə, Allah'tan qorxsa, Allahla hesablaşsa, Allah hər zaman onun üçün bir çıxış yolu qoyar. Bu da dördüncü. Bəs beşinci nədir? Beşinci buyurur ki, bütün yine bunu da demək istəyirəm, nəyə görə bu misalları vururam? İstəyirəm dünyadakı tibb bilimdəki olan baxışları bizim üçün çatdıram və Quranla əsaslandırım ki, doğrudan da Quran öncədən bunları bizə xəbər vermişdi. O da nədir? O da bundan ibarətdir ki, deyir, əgər istəyirsən sağlam qalasan, hərəkətli həyatın olsun. Ən azından gündə bir neçə addım, bəzən deyirlər 7000 addım, bəzən deyirlər 5000 addım, ya 10.000 addım, ya 1 saat, yarım saat gəz. Ən azından gəz. Ya hərəkət elə, ya idman elə. Niyə bunları elə? Çünki bunların olması, xüsusilə də orta yaşdan yuxarı insanlarda, bunların olması vacibdir ki, bütün bədən sistemlərinin hərəkətə gəlməsinlə orqanizm düzgün çalışır. Bu da Quran-ı Kerimdə deyilib bizə. Allah Teala buyurur, "Huvellazi ceale lekumul arz zalulan famshaw." Deyir ki, Allah Teala deyir ki, mən yeryüzünü sizin üçün qərar verdim ki, onda gəzib dolaşasınız, seyr eləyəsiniz, hərəkət eləyəsiniz. Fi menakibiha, onun qoynunda, onun üzərində gəzib dolaşasınız. Və kulu min rizqihi. Və gəzib dolaşandan sonra Allahın verdiyi nemətlərdən də yeyəsiniz. Maraqlısı nədən ibarətdir, bilirsinizmi? Quran-ı Kerimin bu ayəsində gəzib dolaşmaqla, yəni hərəkət eləməklə yeməyi bərabər gətirib. Bizə Allah Teala başa salmaq istəyir ki, yeyib oturmaq yox. Yedinsə də məsələn, xüsusilə də axşam vaxtı müəyyən qədəm vurmaq lazımdır. Bu da sağlamlığın sirri olaraq ki, Yaponlar deyirlər, yəni tibb bilimində deyilir, ondan qabaq Quran-ı Kerim bizə deyibmiş. Altıncı sir nədir bə? Altıncı sir də yaxşı yatmaqdan ibarətdir. Deyir, yaxşı ye, yaxşı yaşa və yaxşı yat. Yaxşı yatmaqdan məqsəd nədir? Bir, vaxtında yatmaq. İkinci isə bundan ibarətdir ki, normasında yatmaq. Vaxtında yatmaq və normasında yatmaq. Elm sübut eləyib ki, əgər insan düzgün yatmasa, bax məsələn biz özümüz çoxlarımız saat 12-dən sonra yatırıq, elə deyilmi? Amma əslində saat 10-dan saat 1, 2-nin yarısı arası ən düzgün və ən faydalı yuxudur. Ondan sonra saat 2-dən sabah namazına qədər yatmaq
orta yuxudur. Sabah namazından o yana yatmaq faydasız yuxudur. Amma bizim çoxlarımız isə o birinci yuxunun ən faydalı vaxtını qoymuşuq, atmışıq kənara, elə bir cicəkləmiş yatmışıq kənara, lazım olmayan vaxtını yatırıq. Bir halda ki, insanların sağlamlığı, o bayaq stres deyirəm nədir? Yuxusuzluq stres gətirər. Yuxusuzluq immunite sistemini pozar. Yuxusuzluq qaraciyərin belə, ağciyərin belə funksiyaların işləməyinə mane olar. Yuxusuzluq həzm sistemini pozar. Bağırsaqların fəaliyyətini belə dayandırar. Beyni zəiflədər. Zehni belə deyək də kütləşdirər, yaddaşı pozar. Bunlar hamısı yuxusuzluğun verdiyi bir bəlalar. Bir halda ki, Allah Teala Quran-ı Kərimdə bizə buyurmuşdu: "Və cəalnə nəvməkum subata." Mən sizə bu yuxunu sizin rahatsızlığınız, sizin istirahətiniz, sizin bədəninizin özünə gəlməyi, bir növ deyək, obnovleniyası üçün qərar vermişdim. Amma bunu niyə siz eləmədiniz? Bu da bizim üçün Allahın tapşırıqlarından biridir. Və sonda isə Allah Teala deyir, bunlardan əlavə yaşadığına görə, sağlam olduğuna görə Allaha neynə şükr eylə. Ləin şəkartum ləzidənnəkum. Əgər sən Allaha şükür edərsənsə, bilin ki, Allah Teala da bu şükürünü cavabsız qoymaz və səni daha da sağlam edər. Yəni neynə? İslam dini bir dənə əlavə göstəriş verir ki, yeməyə başlayanda Allahın adından başla. Qurtaranda Allahın adından yeməyə qurtar. Yeməyin şükürünü yerinə yetir. Nəyinə? Təkcə Bismillah və ya sonda Elhamdülillah deməklə yox. Yeməyin şükürünü yerinə yetir. Yeri gələndə qonşun ac olmasın. Belə də şükürünü yetir. Yeməyini paylaşmaqla da şükür elə. Çünki şükür təkcə sözlə deyil, şükür eyni zamanda əməllədir. Şükür Allahın bəndələrinə qarşı mehriban olmaq, əlaçıq olmaqlandır. Bununla insan əməli şəkildə Allaha deyir, ilahi, çox sağ ol. Təşəkkür edirəm ki, bu nemətləri mənə verdin. Mən də sənin razılığın üçün sənin yolunda da xərcləyirəm. Allah bizim hamımızı həm dünyada, həm axirətdə afiyətdə olanlardan qərar versin. Allah hamıya uzun, xoşbəxt və bərəkətli ömür nəsib eləsin inşallah. Allah bizim aqibətimizi İslamla, Quranla aparsın. Allah hamıya uzun ömür və can sağlığı nəsib eləsin. Aparanda da doğrudan da Peyğəmbər və Əhl-i Beyt sevgisindən uzaq salmasın. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel-asr. İnnel insane lefî khusr. İllellezîne âmenû ve amilussâlihât ve tevâsav bil-hakk ve tevâsav bis-sabr. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.